Salam, mən Cəlilabad şəhərində yerləşən 2 saylı tam orta məktəbin Cümlə Çazıboğlu'nun rəhbərlik etdiyi 4B sinifinin Gülya və Əsmanur adlı şagirdiyəm. Mənim yeni götürdüyüm kitabın adı Mark Twain'in Huckleberry Finn'in macəraları kitabıdır. Mən bu kitabı çox bəyəndim. Bu kitab çox maraqlı bir kitabdır. Məni bu kitabda sevdiyim qədər sevmədiyim obrazlarda yer tutmaqda idi. Mənim sevdiyim obraz əlbəttə ki, Huckleberry oldu. Mən Huckleberry'ni çox bəyəndim. Amma mən bu kitabı oxuyanda ilk səhifələrində quldurluq qrupuna qoşulmuşdu Huckleberry. Amma bu bir oyun imiş. Çünki o quldurluq qrupunda insanları soyub onu öldürürmüşlər. Amma həqiqətən də bu bir oyun imiş və həqiqi deyilmiş. Onun üçün Huckleberry həqiqətən də yaxşı bir uşaqdır. Mən Huckleberry'ni çox bəyəndim. O çox sakit, səbirli, ağıllı, təmkinli bir uşaq idi. Amma mən Mrs. Watson və Huckleberry'nin valideynlərinə heç xoşum gəlmədi. Mrs. Watson əslində Huckleberry'ni hər zaman danlayırdı. Amma həqiqətən də lazımlı şeylər üçün deyil. Məsələn, bir gün Huckleberry yanlışlıqla duzu dağıtmışdı və o çox qorxurdu ki, görürsən, Mrs. Watson ona nə edəcək? O, həqiqətən də bu çox pis bir hərəkətdir. İnsanların gözündə onu qorxuzmaq və onlara pis davranıb onu əzmək. Həqiqətən bu çox pis bir hərəkətdir. Bu hadisədən başa düşürük ki, biz Mrs. Watson kimi bir insan olmayaq və heç kəsə özümüzdə balaca bir insan kimi görməyək. Təbii ki də mənim sevmədiyim bir obraz daha var idi. O Huckleberry'nin valideyni idi, atası idi. Mən onu heç bəyənmədim. Çünki o uşağının, oğlunun dərslərini oxumasını, dərs oxuyub, hərfləri öyrənib oxumasını razı deyildi. O sərxoş olub, hər zaman Huckleberry'ni döyürdü. Nə qədər atası olsa da onu döyməsinə heç də haqqı yox idi. Onu döyə bilməzdi. Amma bir iş də var idi. O sərxoş olanda onun uşağı olduğunu yadından çıxardıb onu ölüm cəzası ilə qorxuzurdu. Buna bir haqqı yox idi. Biz bu Huckleberry'dən, yəni Huckleberry kimi bir uşaq olmalıyıq. Bu mətndən bunu çıxardırıq. Çox təmkinli, sakit, ağıllı, tərbiyəli və oxumağı sevən bir uşaq olmalıyıq. Biz bu mətndən bu işi çıxardırıq. Və bu mətndən çıxardırıq ki, Mrs. Watson kimi hər şeyə diqqət edən və hər kəsə özündən balaca görən bir insan olmamalıyıq.